Məleykə Abbaszadə imtahanlarda bu qədər çətin suallar salır, xarici ölkə imtahanlarına istinad eləyirlər. Bu qədər narazılıq var, keçilməmiş dərslərdən suallar salınır. Bunların hamısını qatdalayır, bir lazımsız bir şey kimi qoyur kənara və valideynlərə məsləhət görür ki, siz uşaqlarınıza baskı etməyin. Məleykə Abbaszadə minlərlə abituriyent narazı qalır, sizin heç zərrə qədər belə ruhunuz da incimir və siz bu qədər problemlərin içərisində, hansı ki, bu il qəbul imtahanlarının nə qədər çətin olduğunu təhsil ekspertləri söylədilər. Keyfiyyətsiz dinləmə cihazlarınız bir dərd, keçilməyən dərslərlə bağlı suallar salmağınız iki dərd. Bu da azmış kimi. Xarici ölkələrə istinad edib test sualları salmağınız da bu başqa bir şey. Və bir də üzərinə gəlib deyirsiniz ki, uşaqlarınız həssas dövrdən keçir. Bəli, çox həssas dövrdən keçir. Abituriyentlər həqiqətən də. Amma çox gözəl olardı ki, bu həssas dövrə siz də həssas yanaşasınız. Uşaq gəlir, orada sual kitabçasını açanda gözləri kəlləsinə çıxırsa az qala. Demək ki, siz həssas yanaşmadınız da. Sizin üçün maraqlı olan bilirsiniz nədir? Azərbaycanın təhsil sistemində, xüsusən də universitetdə 90% tələbə ödənişli təhsil alsın. Buna görə də sualları o qədər çətin eləyirsiniz və siz düşünmürsünüz ki, bugün orta statistik Azərbaycanlı 500-600 manat maaşa işləyir. Bir ata ailəni dolandırırsa, bu sabah övladı üçün 2000 və ya 4000 manat təhsil haqqını ödəyə bilməyəcək.